Nişana gedirəm, geyimim budur. Açıq havada olduğu üçün ilk əvvəl SPF-dən istifadə edirəm. Mən sifariş eləyəndə linkdə altda yazılmışdı bej rəngdə. Mənə gəldi qaysı rəng. Mən də dedim, yox, onsuz da salarım suya bir-iki dəfə yuyaram. Vaniş oksi açıcıdan istifadə elədim. Açılmadı rəngi. Gecə domestos suda saxladım. Yenə rəngi açılmadı. 2 gecə acel suda saxladım. Rəngi yenə açılmadı. Ona görə də elə o rəngdə geyinəcəm. İsə primer çəkirəm. Primer isə Top Face-dən istifadə edirəm. Bu hissələrdə poralar çoxdur deyə ən çox bu hissələrə tətbiq edirəm. Bir də çənə hissəm. Ən çox sevdiyim göz kölgəm. Rəngləri çox qəşəngdir. Teksturasına baxın. 1 qram batırıram ha, 1 qram. Diana Monroe'dəndir. Bu günəşdən yanmış effekti verir. Hazır. Amma böyük ehtimal saçımı yığacağım. Bu sırqaları taxacağım. Bu üzüyü taxacaqdım, amma qırıldı ona. Amma bugün sizə başqa bir şey göstərmək istəyirəm. Zamanlar çox dərdli olan bu şərflər məndə satışda olacaq. Çoxdan da arzuladığım bir işdir. Eləmək istəyirdim və bununla qismət oldu eləmək. Bu ilk nümunədir. Ağ, beş və hələ ki qara rənglərdə olacaq. Buna baxın, çox qəşəng. Bu materialı seçənə qədər, bu materialı axtarana qədər elə material seçmişəm ki, yaydı, qırış olmasın. Amma süni material deyil, ipək materialdır. Sizə son nəticə.